insanlar məsəl üçün bax, çox vaxt öz günahlarını da həm də yumaq üçün bir adət halına almış bir şey var. Heyvanları qurban verirlər, yəni qurbanı kəsirlər, belə deyək. Yəni bu nədir? Yəni niyə də? Yəni heyvan Allah istəyərmi ki, sən günahlarını yumaq üçün qurban onun yaratdığını kəsəsən? İslamda hansısa günahı yumaq üçün belə bir qurban kəsmə anlayışı yoxdur. Amma eləyirlər də. Bu Yahudilikdə var ki, indi bəzi bizim də adət-ənənə olaraq formalaşıb bəzi bölgələrdə mən şahid olmuşam. Məsələn deyək ki, toyuğu və yaxud da xoruzu başlarında fırladıb kəsirlər. Yaxud da məsələn Yahudilikdə var, fırladırlar, onu divara vurub çırpıb öldürürdülər. Yaxud da o günah keçisi dediyimiz zaman günahı güya ona köçürürlər və onu buraxırlar, sərbəst buraxırlar. Belə bir anlayışlar var. Bu da heç bir şəkildə doğru deyil. Yəni insanların və yaxud da xristianlıqda gedib hər hansısa bir keşişin yanında öz günahını deməklə sanki o adam Allahın yer üzündəki nümayəndəsidir, sənin günahlarının bağışlandığını etiraf elədiyini qeyd eləyir. Bu psixoloq kimi gedirlər əslində. Adını nə deyirsiniz deyin. Psixoloqdur və yaxud da nədir? Keşişin yanına çox vaxt əvvəl belə psixoloq kimi gedirdilər ki, indi gedən ona qalsa deyək ki, din xadiminin yanına da gedib Quran güya açdıranlar var. Nə bilim güya hansısa şarlatan yanına gedib müxtəlif adlarla özlərini bir növ həmin o olduqları vəziyyətdən çıxarmağa çalışmalarını istəyən insanlar var. Dua yazdıran, cadu elətdirən, cadu açdıran və s. var. Bunların heç bir İslama aidiyyatı olmayan məsələlərdir. Ona görə deyirəm ki, bizim din anlayışımızı düzgün təsəvvür eləsək, düzgün şəkildə öyrənməyə cəhd eləsək, vaxt ayırsaq, o zaman bunun mənasını görərik. Çünki bilirsiniz necədir? Allah bizi yaradıb, amma biz çalışırıq ki, məsələn, işə getdiyimiz zaman günün deyək ki, 8 saatı işdə keçir. 8 saata nəyə görə eləyir? Sanki 3-4 saat dincəlməyimiz üçün gündəlik. Sonra bir həftə işləyirik ki, 6 gün, bircə gün deyək ki, istirahət eləmək üçün. Və yaxud da bir il işləyirik ki, nə var, 2-3 həftə istirahət eləmək üçün. Yəni, həyat bundan mı ibarətdir sadəcə? Ya, bugünkü gündən yaşamırlar. Məsələn, bugünkü gün dediyimiz anlayış bizi düşünməyə bəzən imkan vermir. Və yaxud da 8 saat işləyirik, amma bu işə gedənə qədər, hazırlaşana qədər və yaxud da tıxacı nəzərə alana qədər 2-3 saatımız da ən azı yenə yollarda keçir. Yəni, insanların bir-birindən ünsiyyət, bir-birindən görüşmə, vaxt ayırma anlayışı aradan qalxır. Ona görə, məsələn, İzlandiya bu günlərim belə bir qərar veribdilər ki, artıq gündəlik 4 iş günü məsələsindən gündəmə gətirdilər və həyata keçirirlər. Verimliliyin, məhsuldarlığın daha çox olduğunu şahid olurlar. Yəni, insanın sərbəstliyə həqiqətən çox ehtiyacı var. Amma biz nə edirik? Məsələn, işverən olaraq və yaxud da bu termin biraz Azərbaycan dilində fərqli mənalarda istifadə olunur. İşə götürən deyək ki, qeyd edeyim. Həmin o dövrdə 8 saat əgər bir işçi onun yanındadırsa, çalışır ki, həmin onun suyunu istədiyi qədər çıxarsın, boş bir dəqiqəsi olmasın. Həmin insan da yorulur, biri anadır, biri atadır, biri övladdır, insanlar arasında ünsiyyət itir. İnsanı insanlıqdan çıxardır. Çünki insan sözü bir növ ünsiyyətdir. Bir-birimizdən danışmağımız, bölüşməyimiz, paylaşmağımız, həqiqətən bir-birimizdən ünsiyyət qurmağımız ən gözəl bir mənadır. Amma bunu biz götürüb din məsələsinə gələndə də eləmiriksə, qulaqdan dolma və yaxud da hər hansısa bir yas yerinə getdiyimiz zaman din xadimindən, molladan eşitdiyimiz məsələlər üzərindən din anlayışımız formalaşırsa, biraz da özümüzə qayıtmalıyıq ki, həqiqətən bəlkə bu kitabı oxuyaraq, mənbəyə gedərək, həmin o bizim sorğu-sual olunacağımız bu əsərə müraciət eləyərək din anlayışımızı formalaşdırmağa çalışaq. Bu daha düzgün olmazmı?